Canlı yayımı necə aktiv edə bilərəm? Bugün sizə TikTokda canlı yayın necə aktiv edilir? Bu haqda bir video çəkmişəm. Dostlar, TikTok canlı yayınınızı aktiv etmək üçün ən az 1000 takipçiniz olmalıdır. 1000 takipçini də həftələrlə, aylarla yığmağa ehtiyac yoxdur. Sadəcə 5 dəqiqədə hesabınıza 1000 takipçi göndərib canlı yayınınızı aktiv etməyi göstərəcəm. Necədir? Siz gəlin sizlərə sürətli bir şəkildə göstərim dostlar. İlk öncə videonu bəyənib, abunə olub, yorumlara da bir təşəkkür yazsanız mənə dəstək olmuş olarsınız. İndi isə gəlin videomuza keçid edək. Dostlar, ilk öncə TikTok hesabınıza gəlirsiniz. TikTok hesabınıza gəldikdən sonra sağ tərəfdən gizlilik, ayarlar bölümünə gəlirsiniz. Yəni hesabınız gizlədirsə, qısaca hesabınız gizlədirsə hesabınıza takipçi göndərə bilməzsiniz. Yəni hesabınızı hər kəsə açıq etməniz lazımdır. Sonra isə Google'a gəlirsiniz. Dostlar, diqqət! Saytın adını göstərdiyim an sayta daxil olmayın. Videonu sona qədər izləyin. Takipçi.com yazırsınız. Çıxan ilk yaşıl loqolu saytdır. Azərbaycan saytıdır. Güvənlə istifadə edə bilərsiniz. Sayt Azərbaycanda 5 il rəsmi olaraq fəaliyyət göstərir. Mən də təxmini olaraq 2 ildən çoxdur istifadə edirəm. Bu sayta gəlirsiniz. Buradan TikTok paketlərinə daxil olub, istədiyiniz takipçi paketini seçib, istədiyiniz qədər hesablarınıza takipçi göndərə bilərsiniz. Canlı yayın aktiv olması üçün minimum 1000 takipçiniz olmalıdır. 1000 takipçi göndərib siz də canlı yayınlarınızı aktiv edə bilərsiniz.